Təsəvvür et, bütün mövsüm boyu tər tökürsən, nəhayət çempion olursan, qızıl medalları boynuna asırsan, Avropaya tam bir özgüvənlə qədəm qoyursan, amma elə ilk gündəcə kimsə sənə deyir ki, yəni sən hələ heç kimsən. Hə, bu həqiqətən də çox sərt bir reallıqdır. Tamamilə. Və bugün məhz bu mövzunun, necə deyərlər, ən dərinliyinə gedirik. Bizim bugünkü hədəfimiz sabahın, yəni bayquşların, o möhtəşəm çempionluqdan dərhal sonra UEFA Çempionlar Liqasında üzləşdiyi reallığı araşdırmaqdır. Daxili liqadakı o coşqudan sonra qitə miqyasındakı rəqəmlər savaşı sanki adamda bir soyuq duş effekti yaradır. Çünki əlimizdəki məlumatlara görə komanda birinci təsnifat mərhələsinə cəmi 6000 xalla başlayır. Özdə səpələnməmişlər səbətində. Düzdür, bu 6000 xal məsələsi çox kritikdir. Mən bunu belə təsəvvür edirəm, yəni bu sanki illərlə hazırlaşıb xəyalındakı universitetə qəbul olmaq kimidir. Amma auditoriyaya girən kimi ilk dərsdə səni birbaşa yuxarı kursların ən çətin imtahanına salırlar. Özdə tam hazırlıqsız şəkildə. Əla müqayisədir. Burada ən maraqlısı odur ki, o imtahanda heç kim sənə güzəştə getmir, çünki o 6000 xal UEFA-nın lövhəsində yazılan sadəcə quru bir rəqəm deyil, bu sənin Avropadakı pasportundur. Daha dəqiq desək, maliyyə dünyasındakı kimi sənin bir növ kredit tarixçəndir. Gözdə, kredit tarixçəsi dedin. Yəni, sən demək istəyirsən ki, sən öz ölkəndə nə qədər güclü olursan ol, UEFA sənə dərhal güvənmir. Sənin o çempionluğunun qitə miqyasında xüsusi bir çəkisi yoxdur. Anlatır. Gəl mənbələrdəki konkret rəqiblərə baxaq. Məsələn, Sloveniyanın Celje klubu. Aha, onların xalı nə qədər idi? Onların düz 23.000 xalı var. Yaxud İrlandiyanın Shamrock Rovers komandası təxminən 19.375 xalla gəlir. Hətta Finlandiyanın Kups klubu 14.000 xaldadır. Sən çempion olub gəlmisən düzdür, amma bu rəqiblərin Avropada illərlə topladığı xal ehtiyatı var. Yəni o təcrübə kapitalı səninkindən dəfələrlə, bəlkə də 3-4 dəfə çoxdur. Bu doğrudan da adamı ruhdan salan bir mənzərədir. Bəs bu gənc komanda üçün nə dərəcədə motivasiya edici ola bilər ki? Yəni, birinci mərhələni bir təhər, necə deyərlər, dişlə dırnaqla keçdilər tutaq ki, bəs sonra nə baş verir? Hə, bax, əsas məsələ də elə oradan başlayır. İkinci mərhələ daha amansızdır. Çünki məlumatlara baxıram, işin ən qorxunc tərəfi məhz buradadır. İkinci təsnifat mərhələsində mübarizəyə Dinamo Zagreb, Crvena Zvezda kimi əsl Avropa nəhəngləri qoşulur və siyahıdakı digər bəzi ölkə çempionlarının xalları adamı sadəcə dəhşətə gətirir. Məsələn, Macarıstan çempionunun 51.250 xalı var. Ukrayna çempionunun isə 56.250. Bəli, bu rəqəmlər artıq başqa bir reallıqdan xəbər verir. Yaxşı, bəs onda bu gənc komandalar cəmi 6000 xalla bu nəhəng maşınların qarşısında necə tab gətirə bilər? Bu qədər böyük xal uçurumunda ümumiyyətlə şansları varmı? Bilirsən, bunu daha böyük mənzərə ilə əlaqələndirsək, tab gətirmək məsələsi sadəcə o anlıq 90 dəqiqəlik taktika ilə həll olunmur. Çünki Çempionlar Liqası tam fərqli bir ekosistemdir. Reyting halları klubların gələcək illərdəki taleyini müəyyən edən ən vacib kapitaldır. Bugün o nəhənglərə qarşı oynamağın əsas məqsədi möcüzə yaratmaq deyil, oradan maksimum xal qoparmaqdır. Aha, yəni sən hər heçəcə, hər xırda qələbə ilə o bayaq dediyin kredit tarixçəni yavaş-yavaş zərrə-zərrə artırırsan, eləmi? Tamamilə doğru. Bunu edirsən ki, növbəti illərdə yenidən çempion olanda artıq eyni yerdən başlamayasan. Səpələnməmişlər səbətinin qurbanına çevrilməyəsən. Daxili liqada qazandığın qələbə səni sadəcə bu böyük ekosistemin qapısına gətirir. İçəridə isə qaydaları illərlə o xalları toplayan komandalar diktə edir. Deməli, sistem sənə əslində deyir ki, sən birinci cəhddə mütləq kuboku almalısan deyə bir şey yoxdur. Sadəcə gələcək üçün xal yığmalısan. Qapıdan girən kimi o çətin imtahandan kəsilməmək üçün sənə təkcə yaxşı futbolcu yox, həm də o acımasız Avropa mentaliteti lazımdır. Şübhəsiz elədir. O acımasız sistemin içində bişmək, məğlubiyyətlərdən belə dərs çıxarmaq sənə növbəti illərdə bərabər şərtlərlə mübarizə aparmaq imkanı verir. Bir növ öz yerini qazanmalısan. Heç kim sənə heç nəyi havaya vermir. Bu həqiqətən də qəddar, amma bilirsən, bir o qədər də heyrətamiz dinamikadır. Biz bugün xal uçurumlarını və komandanın gözləyən o mürəkkəb riyaziyyəti aydınlaşdırdıq. Yəni, məsələ sadəcə topla qaçmaq deyil. Qətiyyən.
Bu artıq uzun müddətli bir strategiya məsələsidir. Bəs sən necə düşünürsən? Əgər daxili çempionatda qazanılan o tarixi zəfər səni Avropada birbaşa bərabər şərtlər altına salmırsa, bu sistem ədalətlidirmi? Yəni, UEFA-nın bu reyting sistemi kiçik liqa çempionları üçün bilərəkdən hörülmüş keçilməz bir divardır, yoxsa o böyük imtahanda əsl böyüklüyü sübut etmək üçün qurulmuş ən ədalətli ələkdir? Mənzərə artıq aydındır, amma qərar sənindir. Üzərində düşünməyə dəyər. Növbəti araşdırmamızda görüşənədək.